Salamlar. Bəli, bugün sizlərlə birlikdə Oyun.tə gəlmiş bu dünya əfsanəsilərinə qarşı maç qazanmağa çalışacaq. Çünki bizim bir görevimiz daha var buna qarşı. Görevlərdə gördüyümüz kimi mücadilə etkinliyi maçlarında qalib gəlin yazıb. Əslində bir dənəsini udmuşam, ancaq 2 dənəsi daha qalıb. Əgər mən 2 dənəsini də eləsəm, həm bir dənə görevimiz tamamlanacaq və bu hədəfləri tamamlayın. Bir dənə qalmışdı və o da tamamlanacaq və bir dənə daha olacaq. Neysə, keçdik maçımıza. Bu arada süper yıldız çətinliyindədir. Yəni bu ekstra çətindir. Neymiş? Allah yolumuzu açıq eləsin. Bu bizim kadro. Bu rəqibin kadrosu. Mükəmməl ötəsidir, mükəmməl. Yəni bu kadroya qarşı necə udmaq lazımdır? Nə etmək lazımdır? Heç bir fikrim yoxdur. Neysə, keçdik maçımıza. Bəli, maç başladı. Gerard Piqué gəldi atıb ancaq biz aldıq. İndi hücumdadılar. David Beckham, Roberto Carlos var qabağında. Roberto Carlos. Bir anlıq görmədim burada əlimdən. Amma Baggio'nun önündə qaldı. Dirək bizi qurtardı. Serginho verdi pasını şimdi. Lionel Messi, David Villa bıraktı topu. Massimo Otto, Roberto Carlos'tur qabağında. Massimo Otto ancaq köşəyə çevirdi başı ilə. Amma topu ala bilmədi. Amma bəxtimizdən heç nə olmadı. İndi isə qapçı vuruşumuzu edirik. Baxın görürüm kimə gələcək top. David Villa'ya gəl. David Villa Serginho'ya, amma Serginho o qədər yaxşı əslində atmadı, amma Lionel Messi arasında da boşdur, amma David Villa'ya gəlmədi top. Top birbaşa müdafiənin qabağına gəldi, amma Roberto Carlos kəsdi qabağını. David Villa çata bilmədi o topa. Çox tələsirik. Bilmirəm niyə, amma dəhşət dərəcədə çox tələsirik. Yəni bu tələskənliyimizin səbəbi nədir? Niyə tələsirik? Heç özüm də bilmirəm. Adriano, Roberto Baggio, amma qapçımız. Və indi korner istifadə edəcəklər. Qabağımıza gəldilər artıq, amma Massimo Otto, Neymar, Lionel Messi orada boşdur. Lionel Messi orada. David Villa boşdur ancaq. David Villa'ya gəlmir top. Defans xəttləri çox güclüdür. Dəhşət dərəcədə güclüdür. Orada bomboşdur Lionel Messi, amma top keçmir. Paslarımızın heç biri keçmir. Çox güclüdür rəqib. Onu da bildirim ki, süper yıldızdır. Yəni çətinlik süper yıldızdır. Şimdi orada bomboşdur David Villa dirək! Amma bəli, ondan əvvəl də offside var idi. Amma o gol olsaydı bəlkə də yaxşı olardı, ancaq çox təəssüf ki, offside. İndi qapçı başladacaq oyunu. Qapçı uzun oynadı ancaq. Alessandro Bastoni ancaq. Top gəlmir. Bəxtsizlikdən Tony Adams çox qabağa çıxdıq. Roberto Carlos, Adriano tutur. Victor Baggio tuttu topu. Roberto Carlos. Top Victor Baggio'da. Victor Baggio ilə başlatdıq oyunu. David Villa başı ilə vura bilmədi. Lionel Messi ancaq vurmağa imkan vermir müdafiə xətti. Kornerimizi başlatdıq. Vuracaq Neymar, vura bilmədi ancaq Roberto Carlos çatdı topa. Roberto Carlos ortanı açdı. David Villa vura bilmədi. Oliver Kahn həmən qısa pasla başladı, ancaq
Topu tuta bilərikmi? Tuta bilmədik. Orada Tony Adams, qabağında Tony Adams var ancaq Tony Adams'ı keçə bilmədi. Neymar o topa çata bilmədi. Çox təəssüf. Birinci hissə qutardı. İkinci hissəyə keçirik. Bəli, ikinci hissədə 1-2, hətta 1-2 də deyil, çox dəyişiklik etdik. Qapıçımızı dəyişdirdik, hücumumuzu dəyişdirdik. Sonrasında ortanı dəyişdirdik. Lionel Messi ilə həmin hücuma çıxırıq. Burası, ay. Bir anlıq oyuncunun adı yadımdan çıxdı. Patrick Vieira. Ay. Adriano'nun qabağında qalır. Adriano orada pas versə çox pis şeylər olacaq. Massimo Otto tuttu. Verdi pasını şimdi Zaire Emery ancaq qabağa verə bilmədik. Zaire Emery ilə Sergio Ramos deyirəm. Üzr istəyirəm. Sergio yenidən verdi Lionel Messi. Oradan keçə bilmədi Zaire Emery. Pasla gedir. Qısa paslarla əslində çox möhtəşəm tik-tak olur. Müdafiə xətlərdə. Bunun üçün isə çox risk lazımdır ki, müdafiə xəttində qısa paslarla qabağa çıxmaq. Yəni mən buna fikir verdim rəqibdə. Ancaq qısa paslarla gedir. Pası verdi ancaq Gerard Pique çox yaxşı kəsdi. Massimo Otto ancaq heç Massimo Otto'ya da lazım olmadı. Çünki Bastoni verdi. Sözüm yarıda qaldı amma bəli offside'dır. Offside'da Franco Baresi başlatdı. Yəni, qısa pasla başladı yenə. Massimo Otto tuta bilmədi o topu. Bastoni keçirdi ancaq sonrasında tuturuq. Burada pas keçmədi amma. Burada çox qısa paslarla, qısa bile olsa yenə yüksək, amma yenə qısa. Çox riskli bir pas idi ancaq indi Didier Drogba, Lionel Messi tata bilmədi o topa. Lionel Messi burada rəqibin səhv etməsinə məcbur edirik. Ancaq yox, səhv etmir rəqib. Massimo Otto, diqqətli olmalıyıq. Çox təəssüf qolu yedik. Çox bəxtsizlikdən oldu. Didier Drogba, qısa paslarla Didier Drogba çata bilmədi o topa. Didier Drogba, yenə Oliver Kahn, yenə qapçı və yenə qapçı. Burada verə bilmədik pası. Roberto Carlos çata bilərmi? Yox. O tərəf çox boş qaldı. Ancaq indi tuta bilərikmi? Yox. İndi Patrick Vieira rəqibin səhv etməsini məcbur etdi ancaq yox. Çox yaxşı pas verirlər və dəhşət dərəcədə çox pas verirlər və bəli. Yəni ki bu qol da yiyəcəyik. Bəli. Yenə qol yedik. Çox təəssüf. Buna qarşı da bilmirik. Efsanədə udurduq ancaq bilmirəm. Bu səviyyəni kim uda bilibsə, yəni təbrik edərəm. 2-0 yenə uduzduq. Çox təəssüf. Videomuz da bu qədər idi. Videoya like atıb abunə olmağı unutmayın. Bildirişləri də atmağı unutmayın. Bundan əvvəlki videoda da, bəlkə də bu videoda da gecikmə olur səsimlə oyunda. Buna görə çox üzr istəyirəm. Sonraki videomda eFootball 2026'da nələr gələcək və hansı sızdırılmış xəbərlər var onu deyəcəm. Sağ olun, salamat qalın.